Salam əziz dostlar, bugünkü dərsimizdə Illustratorda Arrange funksiyasından işləyəcəyik. Arrange ingiliscə sıralama, düzənləmə kimi başa düşülür. Illustratorda isə obyektlərin bir-birinin üzərində və yaxud da ki, bir-birinin arxasında olmağıdır. Gəlin yoxlayaq. Bir dənə düzbucaqlı çəkirik. Shift basaq bir kvadrat çəkək. Bunun strokunu yığışdıraq, əlavə küy yaranmasın. Rəngini verək qırmızı. Əla. Ardınca bir dənə ellips çəkək. Ellipsimizi çəkdik. Bunun rəngini verək günəş sarısı. Ardınca bir dənə üçbucaq çəkə bilərik. Üçbucaq çəkdik. Üçbucağımızın rəngini verək göy rəngdə. Bir dənə də əlavə simvol olaraq gəlin star çəkək, ulduz çəkək, ulduzumuzu çəkək. Rəngini verək gözəl bir yaşıl. Gəlin biraz müddəşdirək onu. Bucaqlarının sayını artıraq və onu da gətirək qoyaq bax bura. Məntiqi tutdunuzsa, ən birinci çəkdiyim qırmızı kvadrat ən altdaydı, ən sonuncu çəkdiyim yaşıl ulduzum isə ən üstdədir. Illustrator məntiqi belədir ki, ən birinci çəkilən həmişə altda olur, ən sonuncu yaradılan, çəkilən və s. by default olaraq ən üstdə olur. Təbii ki, mən bunların yerləşməsini dəyişə bilərəm. Misal üçün, mən istəyirəm ki, qırmızı obyektim keçsin ən üstdə. Sağı klik edirəm burada. Sağı klik edirəm, Arrange-ə gəlirəm və Arrange-dən Bring to Front-u basıram. Çox gözəl. Göndərirəm lap arxaya Command Z-lə, yəni həmin əməliyyatı geri qaytarıram. İndi isə mən istəyirəm ki, qırmızı figurum ən üstə keçməsin, sırf bax bu sarının üstünə çıxsın, yəni bir obyekt önə çıxsın. Onun üçün də sağ düyməni klik edirəm, Arrange və bu dəfə basıram Bring Forward. Təbii ki, hər dəfə hansısa obyekti önə, arxaya keçirmək üçün sağ düyməni basıb Arrange funksiyasına gəlmək biraz vaxt aparan olar. Onun üçün burada shortcutlar var. Shift Ctrl sağ mötərizə önə çıxardır. Sadəcə Ctrl-la macOS-də Command-la bir obyekt önə çıxardır və onun sol mötərizəsinə vəz eləyəndə arxaya və tam arxaya göndərir. İstəyirəm ki, mənim bu qırmızı düzbucaqlım keçsin günəşin qarşısına. Seçirəm qırmızı düzbucaqlımı, sağa basıram, Arrange və Bring Forward. Bring to Front tam önə çıxardır, Bring Forward bir tık önə çıxardır. Fikir verdiniz, Command Z-i basıram, geri, Command Shift Z, qabağa gəldim. İstəyirəm ki, mənim bu yaşıl ulduzum keçsin ən axıra, sağı basıram, Arrange və Send to Back. Ən axıra getdi və təbii ki, klaviaturanı eləmək istəsəm, bir tık önə çıxartmaq istəyirəmsə, fikir verin, Command düz mötərizə, düz mötərizə, düz mötərizə, ən üstə çıxdı. Və yaxud da ki, Command Shift sol mötərizəni basıram, düz mötərizə və keçdi ən axıra. Arrange-dən söhbət düşdüsə, biz Illustratorda mütləq Layers pəncərəsinə toxunmalıyıq. Layers pəncərəsi sağdakı pəncərələr menüsunda, baxın, bu ikondan işarələnib, klik edirəm, fikir verin, Layers qrupu deyə bilərik biz buna. By default Illustratorda əgər yeni bir layer yaratmamışıqsa, bütün çəkdiyimiz shape'lər, figurlar hamısı Layers qrupunun içində yerləşir. Necə ki, biz sağ düyməni basaraq Arrange-dən önə çıxarda bilirik və yaxud da ki, klaviatura ilə, misal üçün yaşılımızı Command Shift sağ mötərizə ən önə çıxarda bilərik. Eləcə də biz Layers pəncərəsindən bunun oxun üzərində klik eləyə, o açılsın, biraz genişləndirək ki, nəfəs ala bilək və biz burada fikir verin, ellips ən axırdadır. Ellipsi sadəcə tutub, dartıb ən üstə gətirə bilərik. Layerslə də belə işləyə bilərik. Layers pəncərəsi bizə nə üçün lazım olur? Adətən, əgər zəngin, detallı bir dizayn yığırıqsa, içində qrafik elementlər var, şəkillər var, yazılar var. Onda biz istəyirik ki, qrafik elementləri bir layerdə yığaq, yeni bir layer yaradaq. Misal üçün, burada bizdə type yazıram, mətnimiz yerləşəcək, yeni bir layer yarada bilərəm. Burada image ola bilər və belə mənim üçün onları idarə eləmək çox asan olur. Bir dənə nüansa fikir verin, əgər Layers pəncərəsində mən, bax, bu düzbucaqlıma fikir verirsiniz, Layers-də image, type və aşağıda layer 1 layeri var. Mən bu layer qrupunun içindən bir obyektimi çıxardıb, növbəti layer qrupunun içinə salsam, fikir verirsiniz, ən üstdə oldu. Ondan sonra, tutaq ki, bu qırmızını istəyirəm, ən üstə çıxardım, göyün üzərinə çıxsın. Mən burada özümü öldürsəm də, Command Shift Front'u nə qədər bassam da, bu həmin o mövcud layer qrupunun içində ən üstə çıxır. Amma
layerlərin içində ən üstə çıxa bilmir. Bunu da yadda saxlamağınızı xahiş edirəm və fikir verin, hər yeni yaranan layer'ın rəngi dəyişir və ona görə də əgər mən bax bu image layerimdə bir düzbucaqlı çəksəm, onun bounding boxu da həmin layerimin rəngində olacaq. Layerimin əgər rəngini dəyişmək istəyirəmsə, double click edirəm buradakı boşluqda, rəngini buradan dəyişə bilirəm, layerimin adını dəyişə bilirəm, cancel'ı basım və buradan layerimi yandırıb söndürə bilirəm, layeri bloka salıb blokdan çıxarda bilirəm. Arrange və layer ilə bağlı öyrənəcəyimiz bu qədər. Gələn dərslərdə görüşək.